dostlar, bugün sizlerle Seed Bar'lı tanıtım videosunu çekeceğim. Seed Bar yani adından da görünür göründüğü kimi bardı. Yani qıraqdan açılan belə bir bar yerdir. Buraya istediğimiz bütün programmaları veya oyunları veya sosyal şebekeleri koyabilirsiniz. Şimdi bunu öğreteceğim size necədir. Birinci Seed Bar'a girirsiniz. Sonra böyle bir şey gelir. Bunu buradan qıraqdan balacalaştırıp çoxaltmaq yani deyir. Ama yani lazım da değil. Mən tam eləmişəm. Buradan onu eləyirsiniz. Buradan onun qalınlığını seçirsiniz. Mesela tam qalın, belə lazımsızdır məncə. Amma ince olanda böyle daha qəşəng görürsünüz. Belə. Ama qalan şeyləri isə qalan settingləri isə bunu pullu, yəni pro olanını da işlətmək olar. Yəni bu da belə bir şeydir. Gəlirik bura, bunu açırıq. Altdan plus düyməsi var. Plusa basırıq və buradan proqramalar gələcək. İndi məndə yer çoxdur burada. Məsələn, bir dənə interneti silək deyək. Bir də silməyi də sağa eləməklə, barmağınız həmin o proqramın üstünə tutub sağa eləməklə silə bilirsiniz. Deyək plusa basaq və belə bir yer gəlir. Bu yerdə sizin proqramlarınız da toggles, bilmirəm nədə tikilməmişəm, nəysə. Buradan sizin proqramlarınız gəlir. Məsələn, biz interneti silmişdik. İnterneti qoyaq. Tapdıq interneti, basırıq üstünə və özü qoyulur. Neyse dostlar, bugün bu kadar. Abone olmayı, like atmayı, yorum yazmayı unutmayın, yaddan çıxarmayın. Sağ olun.